Onlarımda deyirək, komandir, ölmək istəmirəm. Cavan uşaqlar, əskərim, qan içində çobalayan balalarım. Komandir, ölmək istəmirəm. Allah'a yalvarmışam. Dize oturmuşam. Allah, bunlara bir şey olmasın. Onlar Azərbaycanın en qeyrətli olanlarıdır. Hamısı da kasıb balasıdır. Vətəni sevən, dövlətini sevən, anasının, bacısının namusunu koruyan o şəhid balaları var ha. Onlar beşte yatırlar. Onlar hacı da olardı, Kərbalayı da olardı. Onlar vətən uğrunda canım verib. Kərbalayı, ziyaretkar, hacı mənim əskərlərimdir, şəhid balalarıdır. Arif bəy, mən sizə çox təşəkkür edirəm, minnətdaram. Sizin yaşadıqlarınızı hər insan yaşaya bilmir. Sizin gördükləriniz və müharibə şəraitini. Ümumiyyətlə, biz hər zaman bilirik ki, müharibə şəraiti insanın yaddaşında böyük bir travma kimi qalır. Bu çox çətin və qanlı günlərdir. Həmin günləri yaşamaq hər insana nəsib olmur. Hər insan da həmin travmanın altından çıxa bilmir.